Xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər. Sizi Azərbaycanın bölgələrində gözlənilən hava şəraiti ilə bağlı hazırladığımız yeni hava buraxılışında salamlayırıq. Bu videoda 24 avqust 2026-cı il tarixində Bakıda Abşeron yarımadasında və Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin necə olacağı barədə ətraflı məlumat verəcəyik. Son günlər ölkə ərazisində isti və əsasən yağmursuz hava müşahidə olunur. Lakin hava şəraitində dəyişiklik artıq özünü göstərməyə başlayır. Meteoroloji məlumatlara əsasən avqustun 24-də axşam saatlarından etibarən əvvəlcə Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabitləşəcəyi gözlənilir. Ayrı-ayrı ərazilərdə yağış, leysan xarakterli yağıntı, şimşək və bəzi yerlərdə dolu ehtimalı da var. İndi isə bölgələr üzrə hava proqnozuna daha ətraflı nəzər salaq. Bakı və Abşeron yarımadasında gün ərzində havanın əsasən isti keçəcəyi gözlənilir. Səhər və günorta saatlarında hava daha çox açıq və günəşli olacaq. Küləyin istiqamətində dəyişikliklər mümkündür. Paytaxtda temperaturun yüksək olaraq qalacağı, lakin günün sonuna doğru hava şəraitində müəyyən dəyişikliklərin hiss oluna biləcəyi ehtimal edilir. Bakı ilə yanaşı Sumqayıt və Abşeron yarımadasının digər yaşayış məntəqələrində də isti hava üstünlük təşkil edəcək. Dəniz kənarı ərazilərdə külək bəzi saatlarda özünü daha çox göstərə bilər. Şimal bölgəsinə keçək. Qusar, Xaçmaz, Şabran və Siyəzən ərazilərində hava şəraitinin əvvəlcə əsasən isti və yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından etibarən dəyişkənliyin artacağı gözlənilir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qısa müddətli yağış, şimşək və leysan ehtimalı nəzərə alınmalıdır. Quba və Qusarın yüksək dağlıq ərazilərində temperatur düzənlik ərazilərlə müqayisədə daha aşağı olacaq. Günün sonuna doğru buludluluğun artması və bəzi yerlərdə küləyin güclənməsi mümkündür. Çəki və Zaqatala bölgəsində də hava şəraitinin dəyişməsi ehtimalı var. Çəki, Qaxsa, Qatalaq, Balakən və Oğuz ərazilərində gün ərzində hava əvvəlcə isti keçə bilər. Lakin xüsusilə axşam saatlarına yaxın bəzi ərazilərdə yağış və şimşək ehtimalı artır. Dağlıq ərazilərdə leysan xarakterli yağıntıların qısa müddətli və intensiv olması mümkündür. Qəbələ və İsmayıllı ərazilərində də oxşar hava şəraiti gözlənilir. Burada dağlıq ərazilərdə hava daha sərin olacaq və gün ərzində buludluluq arta bilər. Şamaxı və Ağsu rayonlarında havanın isti keçəcəyi, lakin günün ikinci yarısında hava şəraitinin dəyişkən olacağı ehtimal edilir. Xüsusilə dağlıq ərazilərə səfər edənlərin hava şəraitində qəfil dəyişikliklərə diqqət etmələri tövsiyə olunur. İndi qərb bölgəsinə nəzər salaq. Gəncə, Qazax, Ağstafa, Tovuz və Şəmkir ərazilərində əvvəlki günlərdə müşahidə olunan yüksək temperaturun tədricən zəifləməsi gözlənilir. Gün ərzində hava isti olsa da, xüsusilə axşam saatlarında bəzi ərazilərdə buludluluğun artması mümkündür. Qazax və Ağstafa istiqamətində külək bəzi vaxtlarda güclənə bilər. Tovuz və Şəmkir ərazilərində isə hava şəraitinin dəyişməsi ilə əlaqədar qısa müddətli yağış ehtimalı nəzərə alınmalıdır.